Stalinin alnından öpdüyü Azərbaycanlı qız kim idi? 1938-ci ildə Moskvada Azərbaycan mədəniyyəti günləri keçirilir. Nümayəndə heyətinə dahi bəstəkar Üzeyir bəy Hacıbəyov rəhbərlik edir. Konsertlərdən birində tamaşaçılar arasında ən ön sırada bir nəfər də əyləşmişdi. Bu, İosif Stalin idi. Səhnədə Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivi çıxış edir. Milli rəqslərimizin zərifliyi və rəqqasələrin məharəti Stalini heyran qoyur. Çıxış bitdikdən sonra Sovet lideri sənətçilərlə görüşmək üçün səhnə arxasına keçir. O yanında əyləşən Üzeyir bəyə qızlardan birini göstərərək maraqla soruşur. Bu qız kimdir? Üzeyir bəy fəxrlə cavab verir. Leyladır, bizim ən istedadlı rəqqasələrimizdən biri. Stalin gənc rəqqasəni yanına çağırır, onu qucaqlayır, alnından öpür və sən əsl Azərbaycan gözəlisən deyir. Bu qız Leyla Bədirbəyli idi. O böyüyür, tanınmış teatr və kino aktrisası olur, Azərbaycan SSR xalq artisti, SSR və Azərbaycan SSR dövlət mükafatları laureatı adlarını qazanır.